Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizi elə bir həyət evi ilə tanış edəcəm ki, əmin olun ki, bir gün ərzində satılası evdir. Videomuz qarşınıza çıxıbsa, dərhal behinizi götürün, gəlin. Sabahı gözləməyin, çünki evin sabaha qədər satılma ehtimalı çox yüksəkdir. Həm yerləşmə yeri çox gözəldir, həm evin qiyməti də inanın ki, dəyərindən aşağı qiymətə satışa çıxır. Evin yerləşmə yeri Şuşa Ramanı qəsəbəsidir. Pətək marketin tam yaxınlığıdır. Yoldan 50-60 metr məsafəsi var. Məhləsini gördünüz, iki tərəfdən də məhləsi asfaltdır. Çox gözəl bir məhlədə yerləşir. Ola bilər bayaq çöldə səsdən eşitməmisiniz. Bir daha təkrar edirəm ki, ev elə bir qiymətlə satışa çıxıb ki, həm yerləşmə yeri çox gözəldir. Yəni bu ərazidə, bu qiymətə inanın ki, ev yoxdur. Bu cürlə ev yoxdur. Evdə tam hazır girib yaşaya biləcəyiniz evdir. Mətbəx mebelindən tutmuş, kombisinə qədər hamısı qoyulub. Sanitar qovşağın aksesuarları, pəncərələrin reşutkası hər biri qoyulub. Ünvanın bir daha qeyd edim. Şuşa Ramanıda, Pətək marketin tam yaxınlığında, yoldan 50-60 metr məsafədə, 2 sotun içində, yerdən 6-7 daş kürsülə tikilib. Padvalına da giriş var, çardağa da giriş var, həyətimizi də görürsünüz. Tam daşlarla döşənilib, bir maşında həyətə rahat şəkildə daxil ola bilər. Qazı, suyu, işığı daimi fasiləsizdir. Çay qaşlarının hər biri qoyulub. Mərkəzi kanalizasiya sistemi var və ev tamamilə şəxsi tikili evdir. Betonu var, kəməri var. 4 tərəfi qoşadaşdan tikilib. Evdə istilik sistemi kombidir. Evimizin qiyməti isə dəyərli izləyicilərin cəmi 73.000 manatdan satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa, evin qiymətində də endirim olunacaq. Amma endirim cüzi bir endirim olunacaq, onu da deyim. Evin sahibi tərəfindən. Bu da evin hamam otağı. Bura yataq otağı. Çox gözəl bir yerdə, evin yaxınında 3-4 böyük marketi, orta məktəbi var yaxınlığında, hamısına piyada gediş-gəliş mümkündür və bir neçə marşrut xətti var ki, hamısı evin 50-60 metr məsafəliyindən keçir. İzlədiyiniz üçün təşəkkür edirəm. Əlavə nə sualınız olsa, zəng edin, məlumat alın.